Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Bu rubrikamız iki nişana 1.24 Malqara keçidi və 1.25 vəhşi heyvanlar xəbərdarlıq nişanlarına həsr edilib. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim edir. 1.24 Malqara keçidi nişanı malqaranın yoldan keçirildiyi və ya yola yaxın ərazilərdə tez-tez ola biləcəyi yol sahəsinə yaxınlaşma barədə xəbərdarlıq edir. Bu nişan fermaların, heyvandarlıq təsərrüfatlarının və bu kimi yerlərin yaxınlığında quraşdırılır. 1.25 vəhşi heyvanlar nişanı təbiət qoruqlarının, ovçuluq təsərrüfatlarının, meşə massivlərinin yaxınlığından keçən və yolun hərəkət hissəsinə vəhşi heyvanların çıxması ehtimalı olan yol sahələrində tətbiq olunur. 1.24 və 1.25 nişanları yaşayış məntəqələrində təhlükəli sahəyə 50-100 metr, yaşayış məntəqəsindən kənarda isə 150-300 metr məsafədə qoyulur. Bu nişanlar malqaranın və ya vəhşi heyvanların hərəkət hissəsinə çıxa biləcəyi yol sahəsinin uzunluğunu göstərən 7.2.1 lövhəciyi ilə birlikdə tətbiq oluna bilər. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim etdi. Və Azparkingdən sürücülərə xatırlatma, yol hərəkət haqqında qanunun 53-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi parklanma müddətinə görə etmiş ödənişi tamamladıqdan sonra 10 dəqiqə ərzində parklanma yerini tərk etməlidir və bu müddət üçün əlavə ödəniş tələb olunmur. Azparking rahatlığın yollara tətbiqi.